Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 59-da yerləşən nisbətin faizlə ifadəsi mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 6-cı sinif riyaziyyat dərsliyinə aid video dərslərin gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Bizləri izləməyə davam edin. Həmçinin şərhlər bölməsində də fikir və təkliflərinizi mənimlə bölüşə bilərsiniz. Onu da qeyd edim ki, hansı sinifin video dərsləri daha çox bəyənilsə və hansı sinifin izləyiciləri daha çox aktiv olsa, növbəti video dərslərimdə həmin sinifin izahlarına üstünlük verəcəm. İndi isə uşaqlar, gəlin keçək mövzumuza. Öncə araşdırma hissəsinə baxırıq. Oyuncaq sexində istehsal edilən 75 oyuncaqdan 3-ü keyfiyyətsiz oldu. Keyfiyyətsiz məhsulun sayı ilə bütün məhsulun sayı hansı nisbətdədir? Keyfiyyətsiz məhsul 3-dür. Bütün məhsulda 75-dir. Nisbətini qurduq. Hər biri 3-ə bölünür. 1-in 25-ə nisbətidir. Yəni, istehsal olunan hər 25 oyuncaqdan biri keyfiyyətsiz çıxıb. Bu nisbəti adi kəsirlə necə yazmaq olar? 25-də 1 kimi yazmaq olar. Alınan adi kəsiri faizlə necə ifadə etmək olar? Uşaqlar, faizlə ifadə etmək üçün gərək adi kəsirin məxrəcini 100-ə tamamlayaq. Çünki faiz 1% ədədinin %1 hissəsi idi. Yəni, məxrəc 100 olmalıdır. Bunun üçün məxrəc 4-ə vurulursa, surət də 4-ə vurulmalıdır. Olacaq %4. %4 də 4% deməkdir. Ədədin %1 hissəsi 1%dirsə, %4 hissəsi də 4% oldu. Bu, mövzumuzun araşdırma hissəsi idi. İndi isə uşaqlar, keçək öyrənmə hissəsinə. Öyrənmə hissəsində deyir ki, bir ədədin kəmiyyətin digər ədədin neçə faizini təşkil etdiyini tapmaq üçün bu iki ədədin nisbətini faizlə ifadə etmək lazımdır. Bunun üçün bizə 2 dənə üsul təklif edir. Birinci üsulda məsələn, burada bir nümunə verilib. Otağın eni 4 metrdir, uzunluğu 5 metrdir. Otağın eninin onun uzunluğuna nisbətini yazın. Eni 4-dür, uzunluğu 5-dir. Nisbəti həm bu formada, həm də adi kəsir şəklində yaza bilərik. Sonra deyir, həmin o adi kəsirin məxrəcini 100-ə tamamlayın. Surət və məxrəci 20-yə vurmaqla. Oldu %80, bu da 80% deməkdir. Bu birinci üsulumuz, adi kəsirin məxrəcini 100-ə tamamlamaqla. İkinci üsulumuz isə otağın uzunluğunu 5 metri 100% qəbul edirik. Eni uzunluğunun neçə faizi idi soruşmuşdu, səhv eləmirəmsə bizdən. Məsələn, ölçüləri şəkildə kim olan düzbucaqlı formalı otağın eni onun uzunluğunun neçə faizidir? Bəli, eni uzunluğunun neçə faizidir soruşduğuna görə enini P% qəbul elədik. Sonra düz mütənasibdir. 5-in 4-ə nisbəti və yaxud 4-ün 5-ə nisbəti bərabərdir P-nin 100-ə nisbəti şəklində yazıb çarpaz vururuq. 5P bərabərdir 400. 400-ü də 5-ə böləndə oldu 80%. Deməli, otağın eni uzunluğunun 80%-ni təşkil edir. Burada 2 dənə üsul təklif elədi. Diqqətlə üsullara baxırsınız. Birincisində nisbəti qeyd etdikdən sonra adi kəsirin məxrəcini 100-ə tamamladı. İkincisində isə hansı nisbət soruşulurdursa onu P% qəbul edib həll etdik. İndi burada qayda var, yadda saxla hissəsi. B ədədi A ədədinin neçə faizini təşkil etdiyini tapmaq üçün B-ni A-ya bölürük, həmin nisbəti də 100-ə vururuq. Və sağında faiz işarəsi qoyuruq. Bir daha təkrar edirəm. Əgər sual verilsə ki, B ədədi A ədədinin neçə faizidir, necə tapırıq? B-nin A-ya nisbətini yazıb 100-ə vururuq. Bax, bu düsturu yadınızda saxlayın. Yuxarı siniflərdə bundan daha çox istifadə edirik. Bu ədədin faizinin, faizlə ifadəsinin 2 ədədin faiz nisbəti də deyilir. Nəsə, o bizə lazım deyil. İndi keçək çalışmalara. Uşaqlar, bir ədədin digərinin neçə faizi olduğunu tapın. Burada nümunə göstərib. Bir ədədi 2-nin, 2 ədədi 1-in. Bir ədədi 2-nin neçə faizidir tapmaq üçün 1-in 2-yə nisbətini yazırıq. Bu da 2-də 1 deməkdir. 1-in 2-yə nisbəti və 100-ə vururuq. Birinci ədəd birinci surətdə yazılır, ikinci ədəd məxrəcdə yazılır. Bax, burada yuxarıdakı qaydada.
B ədədi A-nın neçə faizidir? Onda B surətdə, A məxrəcdə yazılır. Eyni şeyi burada tətbiq eləyirik uşaqlar. Vuraq 150 alındı. İndi 2-nin 1-ə nisbəti dediyinə görə 2 surətdə 1 məxrəcdə yazılır. Vuraq 100, o da 200 elədi. İndi uşaqlar, gəlin digər nümunələri A və B bəndini burada izah eləyiblər. Digər bəndləri özümüz sərbəst yerinə yetirək. Və mən bu bəndləri izah edəndə siz daha rahat başa düşəcəksiniz. Başlayaq C bəndində. C bəndində 8-in 10-a nisbəti deyir. 8-i birinci yazıram, 10-u ikinci yazıram. Yəni 8-i surətdə, 10-u məxrəcdə. Neçə faizidir soruşur? Vururam 100-ə. Bərabərdir. 8 vuraq 100 bölək 10. 10-la 100 ixtisar gedir 10-a və yaxud 8-i 100-ə vurub birbaşa sonra da 10-a bölə bilərik. Heç bir fərqi yoxdur. Olacaq 80%. D bəndinə baxaq. 10 ədədi 8-in. İndi 11-ci, 8 ikinci deyilib. Birinci hansı ədəd deyilirsə onu surətdə yazırıq. İkinci deyilən ədəd isə məxrəcdə yazırıq. Vuraq 100. Hesablayıram. 10 vuraq 100 bölək 8. 10-u 100-ə vuranda 1000 eləyir. 1000-i də 8-ə böləndə 10-un içində 1 dəfə, 20-nin içində 2 dəfə, 16, 40-ın içində də 5 dəfə, 125%. D bəndini də yazdıq. İndi uşaqlar keçək E bəndinə. 45 ədədi 60-ın. Birinci 45 deyildiyinə görə 45 surətdə, 60 məxrəcdə yazılır. Vuraq 100. Hesablayaq. 45 vuraq 100, 45. 45 vuraq 100 bölək 60. İndi uşaqlar, ixtisarda apara bilərik, hesablayıb da yaza bilərik. Gəlin ixtisar edək, ixtisar daha qısa alınacaq. 45 15-ə bölünür 3 qalır, 60 15-ə bölünür 4 qalır. Bu 4 ilə də bu 100 ixtisar gedir, onu da fərqli rəngdə göstərim. 4 4-ə bölünür 1 qalır, 100 4-ə bölünür 25 qalır. Birbaşa ixtisarını eləyək, daha qısa cavab alaq. Bərabərdir. Surət surətə vurulacaq. 3 vuraq 25. Məxrəcdə də 1 var. Bu da eləyəcək 75%. E bəndinə də baxdıq. Keçək F bəndinə. 60 ədədi 45-in. Bu dəfə birinci 60 deyildiyinə görə 60 surətdə yazılır. 45 məxrəcdə yazılır. Vuraq 100%. 60 vuraq 100 bölək 45. İndi uşaqlar 60 ilə 45 yenə də hər ikisi dedik ki bölünür. Hər ikisi bölünür 15-ə. 15-ə bölsək burada 4 qalır. 15-ə bölsək burada 3 qalır. Hesablayaq. 4 vuraq 100 surətdə qaldı, 3 də məxrəcdə qaldı. 400 bölək 3. Bu da tam hesablanmayacaq uşaqlar. Amma istəsəniz bunu qarışıq ədədə çevirmək olar. 4-ün içərisində 3 bir dəfə yerləşir, 10-un içərisində 3 dəfə yerləşir, 10-un içərisində yenə 3 dəfə yerləşir. 3-də 399 eləyəcək, bir də qalıq qalacaq. Faiz. F bəndində həll etdik. İndi G bəndinə baxaq. 0,8 ədədi 0,4 ədədinin neçə faizini təşkil edir? Birinci deyilən ədədi surətdə, ikinci deyilən ədədi məxrəcdə yazırıq. Vuraq 100. Hər birində vergüldən sonra eyni sayda rəqəm olduğuna görə vergülü tullaya bilərəm. 8 bölək 4 vuraq 100. 8-i də 4-ə böləndə 2 qalır. 2-ni də 100-ə vuranda 200% alınır. İndi uşaqlar keçək H bəndinə.
0,4 0,8'in neçə faizidir? Bu dəfə də 0,4 birinci sorçulduğuna görə, birinci deyildiyinə görə onu surətdə yazdım. 0,8 ikinci olduğuna görə məxrəcdə. Yadınızda qalsın. Birinci ədəd surətdə yazılır, ikinci ədəd məxrəcdə yazılır bu misalların həllində. Yenə surətdə 4 qalacaq, məxrəcdə 8, vuraq 100. 400 bölək 8, cavab bizə verəcək deməli 50. Oldu 50%. Bu H bəndi idi, I bəndinə baxaq. 4-də 3 ədədi 0,6-nın neçə faizidir? 4-də 3-ü bölürəm 0,6-ya, aldığım cavabı da vuracam 100-ə. Birinci ədəd, ikinci ədədə bölüb 100-ə vururam. 4-də 3 olduğu kimi saxlayıram. 10-da 6 bizə verir 10-da 6. Adi kəsirlə yazıram. Vururam 100-ə. Öncə mötərizənin içi həll olunur. Mötərizənin içində kəsirlərin bölünməsidir. Birinci kəsir olduğu kimi qalacaq. İkinci kəsir tərsinə çevrilib vurulacaq. Kənarda vuraq yenə 100 var. İndi öncə ixtisarlarımıza aparaq. Burada 3 ilə 6 ixtisar gedir 3-ün özünə. 3-ə böləndə 2 qalır. 10-u 10 ilə 4 2 ixtisar gedir. Burada 2 qalır, burada 5 qalır. Surətdə qaldı 5 vuraq 1 5, məxrəcdə qaldı 2 vuraq 2 4. Vuraq 100. 100 ilə də 4 yenə ixtisar gedə bilər. Bu şəkildə yazaq, sonra ixtisar eləyərik. 104-ü böləndə elə 25 qalır. 25. 4-də 4-ə böləndə 1 qalır. Surətə vurub surətdə yazırıq. Bərabərdir. 25-i 5-ə vuranda 125 bölək 1. O da elə 125 edir. Faiz. İndi keçək J variantının izahına. Bunun üçün uşaqlar mən əvvəlki variantları siləcəm və orada qeyd edəcəm. İndi keçək J variantını həll edək. 2-də 1 ədədi 5-də 4-ün neçə faizidir? Bunun üçün birinci kəsiri ikinci kəsirə bölürük və aldığımız cavabı da 100-ə vururuq. Mötərizənin içində kəsirin kəsirə bölməsi olduğuna görə birinci kəsir olduğu kimi qalır, ikinci kəsir tərsinə çevrilir və vurulur. Ən sonda aldığım nəticəni 100-ə vuracam. Məxrəc məxrəcə vurulur, məxrəcdə yazılır. 8-də, surətə vurulur, surətdə yazılır. 8-də 5 vuraq 100. Bu 100 birbaşa surətə vurula bilər. İndi gəlin ixtisarlarımıza aparaq. 100 ilə 8 hər biri 4 ixtisar gedir. 100-ü 4-ə bölsəm 25 qalır. 8-i 4-ə bölsəm 2 qalır. Surətdə 5 vuraq 25, məxrəcdə isə 2. 5-i 25-ə vuranda 125 eləyir. 125-i də 2-yə böləndə 12-nin içində 6 dəfə, 5-in içində 2 dəfə. Orada 1 qalır, 1-in içində də 0,5 dəfə. Faiz. 62,5 faiz alındı. Bu birinci çalışmanın tam izahı idi. Həm natural ədədə nisbətini faizə çevirdik, həm onluq kəsirin onluq kəsirə nisbətinin faiz ilə ifadəsini yazdıq, həm də adi kəsirin adi kəsirə faiz nisbətini necə həll etmək lazımdır, tam ətraflı sizlər üçün izah edib göstərdim. İndi keçək ikinci çalışmaya. Çalışmada bir kəmiyyət digərinin neçə faizini təşkil edir? Yenə də eyni qaydada birinci ədədi ikinci ədədə bölüb 100-ə vururuq. 45 bölək 180 vuraq 100. Burada elə 45 ilə 180 45-in özünə bölünə bilir. Gəlin bölək. 45-i 45-ə bölsək 1 qalır. 180-i 45-ə bölsək 4 qalır. Qalanları yazaq. 1 vuraq 100, onu surətdə qeyd edirəm. Məxrəcdə isə qaldı 4.
100'ü də 4'ə böləndə alınacaq 25%. Sonra B bəndinə baxaq. B bəndində 12 litr 60 litrin neçə faizidir? Birinci surətdə yazılır, ikinci məxrəcdə yazılır. 12'ni 60'a bölürəm, vururam 100'ə. 12 ilə 60 elə 12'nin özünə bölünür. Hər birini 12'yə ixtisar edirəm. 12'yə bölsəm burada 1 qalır. 12'yə bölsəm burada 5 qalır. Yerdə qalanları vurub yazıram. 1 vuraq 100 surətdə. Məxrəcdə isə 5. 100'ü də 5'ə böləndə alınacaq 20. %20. İndi C bəndinə baxaq uşaqlar. 180 manat 200 manatın neçə faizini təşkil edir? Yenə 180'i 200'ə bölürük. 180 surətdə 200 məxrəcdə yazılır. Birinci gələn ədəd surətdə, ikinci gələn ədəd məxrəcdə yazılır. Vuraq 100. Bunu belə də yaza bilərik. 180 vuraq 100 bölək 200. Belə də yazıb ixtisar eləmək olar uşaqlar. Heç bir fərqi yoxdur. Əsas odur ki, düz ixtisar eləyin. İndi burada 100 ilə 200. Hər ikisi 100'ə bölünür. 100'ü 100'ə bölsəm 1 qalır. 200'ü 100'ə bölsəm 2 qalır. Bu 2 ilə də 180 ixtisar gedir. Onu da fərqli rənglə göstərim. 2'ni 2'yə böldük 1 qaldı. 180'i 2'yə böldük 90 qaldı. Cevabımız olacaq 90%. 90 vuraq 1 bölək 90. 90 yox, aşağıda da 1 qalmışdı elə. Bu da bizə verir 90%. C bəndini də izah etdik. Keçək D bəndinə. 45 dəqiqə 30 dəqiqənin. Birinci 45 gəldiyinə görə 45'i surətdə yazıram, 30'u məxrəcdə yazıram, vuraq 100. İndi uşaqlar, burada 45 ilə 30 hər ikisi 15'ə bölünür. 15'ə bölsəm burada 3 qalır, 15'ə bölsəm burada 2 qalır. Yerdə qalanları vurub yazaq. Surətdə 3 vuraq 100, məxrəcdə isə 2. 3'ü 100'ə vurdum 300, 300'ü də 2'yə böldüm 150. İstəsəniz 100 ilə 2'ni burada ixtisar da eləyə bilərdiniz. 50'nin 3'ə vuranda yenə 150 eləyərdim. Bunu da qeyd etdik. İndi keçək uşaqlar ev bəndinə. 30 kiloqram, 60 kiloqramın. Birinci 30 deyildiyinə görə 30'u surətdə 60'ı məxrəcdə yazıram, vuraq 100. 60 ilə 30 elə 30'a ixtisar gedir. 30'u 30'a bölsəm 1 alınır. 60'ı 30'a bölsəm 2 alınır. Yerdə qalanları vurub yazaq. Yüzü də 2'yə böləndə alınacaq 50%. Oldu 50%. İndi keçək uşaqlar F variantına. Bu sonuncu variantımızdır. 750 qram 3 kiloqramın hansı hissəsidir? Burada diqqət edirsiniz uşaqlar. Vahidlər eynidir. Metr, metr, litr, litr. Manat, manat, dəqiqə, dəqiqə. Kiloqram, kiloqram. İndi qramın kiloqrama nisbətidir. Öncə 3 kiloqramı qrama çevirirəm. 1 kiloqram 1000 qramdırsa 3 kiloqramımızda 3'ü 1000'ə vururuq. Olur 3000 qram. Bundan sonra artıq nisbəti qurmalıyıq. Nisbətdə kəmiyyətlər eyni olmalıdır. Ölçü vahidləri eyni olmalıdır. Birinci 750 dediyinə görə 750'ni yazıram. Məxrəcdə isə 3 kiloqramı çevirdik, oldu 3000 qram, onu yazdıq. Vuraq 100. İndi uşaqlar 750 ilə 3000. Bunlar 250'yə ixtisar gedərlər. 250'yə ixtisar eləsək surətdə 3 qalacaq. 250'yə ixtisar eləsək 1000'in içərisində 4 dəfə yerləşir. 3000'in içərisində də 12 dəfə yerləşəcək. 12 ilə də 3 yenə ixtisar gedir. Öncə yazaq, sonra tam ixtisarını apararıq. Qaldı 12'də 3 vuraq 100. Elə 100'ü də birbaşa surətinə vurub yazıram. Belə olsun. 3 ilə 12 ixtisar gedir. 3 3'ə bölünür 1 qalır. 12 3'ə bölünür 4 qalır. O 4 ilə də 100 ixtisar gedəcək. Olur 4'də 100
%4'e bölünür olur 25%. İxtisar da elib yaza bilərdik. Belə bölüb də yaza bilərik. Eyni nəticə verir. Bu uşaqlar ikinci çalışmanın bütün variantları idi. Sizə tam ətraflı şəkildə yazıb izah etdim. İndi isə keçirəm mən üçüncü çalışmanın izahına. Sual belədir. Qutuda ağ və mavi topların sayı 1-in 4-ə nisbətindədir. Ağın maviyə nisbəti 1-in 4-ə nisbəti kimidir. A bəndinə baxaq. Ağ topların sayı mavi topların sayının neçə faizini təşkil edir? 1 bölək 4 vuraq 100. 1 vuraq 100 bölək 4. Bu nisbəti sadəcə kəsir formasında yazdım. 4'də 100, 100 də 4'ə bölünəndə oldu 25 faizini. İndi B bəndinə baxaq. B bəndində mavi topların ağ toplara nisbətini soruşur. Uşaqlar, ağın maviyə nisbəti 1-in 4'ə nisbəti kimidirsə, mavinin də ağa nisbəti 4'ün 1'ə nisbəti olacaq. Tərsinə. Çünki ağ 1 ilə göstərilib. Bax, burada diqqətlə baxın. Mavi isə 4 ilə göstərilib. 4 vuraq 100 bölək 1. Bu da bizə veriləcək 400 bölək 1, 400 faizini təşkil edir. C bəndinə baxaq. Ağ toplar bütün topların hansı hissəsini təşkil edir? Ağ top 1 ilə göstərilib. Bütün toplarda 1 ilə 4'ün cəmi 5 olacaq. Ağ top 1, bütün toplarda 1 ilə 4'ün cəmi 5. Bütün toplar. Bir dənə ağ top var. 4 dənə də tutaq ki, mavi top var. Toplayanda 5 alınır. Ona görə bura 5 qoydum uşaqlar. Vuraq 100. Ağ topların bütün toplara nisbəti. 1 vuraq 100 bölək 5. 100'ü də 5'ə böləndə qalacaq 20%. 20%'ini təşkil edir deməli. Sonra keçək D variantına. Qutudakı bütün topların hansı hissəsi və neçə faizi mavi topdur? Qutuda 5 dənə top var. Bunun 4 dənəsi mavidir. 4 dənəsi mavidir. 5 topdan 4'ü mavidir. İndi görək bu neçə faiz ifadə edir. 4 vuraq 100 bölək 5. 400 bölək 5. 400'ü də 5'ə böləndə 80% eləyəcək. Qutudakı topların, yəni bütün topların 20% ağdır, 80% isə mavi rənglidir. Üçüncü çalışmanın da izahını verdiyi uşaqlar. İndi isə keçək dördüncü çalışmanın izahına. Tənasib qurmaqla bir ədədin digərinin neçə faizi olduğunu tapın. 54 ədədi 180 ədədinin neçə faizidir? 54 ədədinin 180-ə nisbəti, 54'ün faizini bilmirik. 54'ü P ilə götürürük. P faiz 180 ise 100% qəbul edirik. Hətta burada qısa şərtini də yazıb 180'i 100% qəbul edək. 54'ü isə P faiz qəbul edək. Və sonra bu formada nisbətlərini quraq. İndi uşaqlar, gəlin davam edib biz bunların həllini yazaq. Belə də yaza bilərsiniz. Qısa şərtdə də şərti yazılır. Belə də yaza bilərsiniz. Yaxşı, gəlin davam edib digərlərini özümüz sərbəst yerinə yetirək. A bəndindən başlayaq. 18 ədədi 36 ədədinin neçə faizidir? 36 ədədini mən 100% qəbul edirəm. 18 ədədini də P faiz qəbul edirəm. İndi bunlar necə mütənasibdir? Düz mütənasibdir. Bu azalırsa bu da azalmalıdır. 36'nın 18'ə nisbəti bərabərdir 100'ün P-yə nisbəti. Tərsinə də qura bilərdik. 36'nın 18'ə P-nin 100'ə heç bir fərq olmazdı. İndi 36 ilə 18 hər ikisi baxıram ki
18'ə bölünür. Gəlin onu ixtisar eləyək. 36-nı 18'ə böləndə 2 qalır. 18 18'ə böləndə 1 qalır. İndi çarpaz vurub həll edək. 2 vuraq P bərabərdir 1 vuraq 100. P'ni də tapmaq üçün 100'ü böləcəm 2'yə. Oldu 50%. İndi keçək B variantına. 21 ədədi 150-nin neçə faizidir? 150 ədədini 100% qəbul edirəm. 100%. 21 ədədini də P faiz qəbul edirəm. İndi nisbətini quraq. 21'in 150'ye nisbəti də yaza bilərik. Aşağıdan yuxarı heç bir fərqi yoxdur. P'nin də 100'ə nisbəti. Heç bir fərqi yoxdur bu arada uşaqlar. 150 ilə 100 hər ikisi baxıram ki 3'ə ixtisar gedir. Burada 7 qalır. 3'ə ixtisar gedir. Burada 50 qalır. İndi çarpaz vura bilərik. 50 vuraq P bərabərdir 7 vuraq 100. P də bərabərdir 700. 50 P bərabərdir 700. P'ni də tapanda 700'ü bölürəm 50'yə. P də bərabər olur 14%. B bəndində yazdıq. İndi uşaqlar keçək C bəndinə. 36 santimetr 36 santimetr 80 santimetrin neçə faizidir? 80 santimetri qəbul edirəm 100%. 36 santimetri də qəbul edirəm P faiz. Düz mütənasibdir. Yenə tutaq ki 80-nin 16'ya nisbəti 80-nin 36'ya nisbəti götürdümsə, burada da 100'ün P'yə nisbəti götürməliyim. Ya aşağıdan yuxarı ikisini də nisbət şəklində qurun, ya da yuxarıdan aşağıdan yuxarı, yuxarıdan aşağı fərq yoxdur. Sadəcə hər ikisi eyni formada gəlsin. Bu yuxarıdan aşağı gəlirsə, bu da yuxarıdan aşağı gəlsin. Bu aşağıdan yuxarı gedirsə, bu da aşağıdan yuxarı getsin. Fərqi yoxdur yəni. 80 və 36 hər ikisi 4'ə ixtisar gedər. 4'ə ixtisar aparsam burada 20 qalır. 4'ə ixtisar aparsam burada 9 qalır. İndi çarpaz vuraq. 20 vuraq P bərabərdir 9 vuraq 100. 20 vuraq P bərabərdir 900. P'ni də tapanda 900'ü bölürəm 20'yə. 100'ün içində 5 dəfə yerləşir, 900'ün içində də 45 dəfə yerləşər. Oldu 45%. D bəndinə baxaq. 27 kilogram 18 kilogramın neçə faizidir? 18 kilogramı 100% qəbul eləyəcəm. Bizdən 27'ni soruşduğuna görə, ümumiyyətlə nəyi soruşursa birinci hissələri P faizlə ifadə edirik, diqqət eləsəniz. Onu tapmağa çalışırıq. 18'in 27'yə nisbəti bərabərdir 100'ün P'yə nisbəti. 18 ilə 27 hər ikisi 9'a ixtisar gedir. 18'i 9'a bölsəm 2. 27'ni 9'a bölsəm 3 qaldı. 2 vuraq P bərabərdir 3 vuraq 100. 2 vuraq P bərabərdir 300. P də bərabərdir 300'ü bölürəm 2'yə. P bərabər olur 150%. İndi uşaqlar E və F variantını izah etmək üçün lövhəni təmizləyəcəm. Ümid edirəm ki, bura qədər olan hissəni başa düşdünüz. Birinci ədədi P faiz qəbul edirik, ikinci ədədi 100% qəbul edirik və ona uyğun misalımızı həll edirik. İndi davam edək lövhəni təmizləyib E və F variantlarına. E variantında 5 litr 80 litrin. Birinci ədəd P faiz, ikinci ədəd 100%.
8 litr 100%. 5 litr, yanında vahid yazmasaz da olar, P faiz. Onsuz da kitabınızda şərt var. Nisbətini qururam. 8-in 5-ə nisbəti bərabərdir 100-ün P-yə nisbətinə. İndi çarpaz vururam. 8 vuraq P bərabərdir 5 vuraq 100. 8 vuraq P bərabərdir 500-ə. P-ni də tapmaq üçün 500-ü 8-ə bölürəm. 500 bölək 8. P də bərabərdir. 50-nin içində 8 neçə dəfə yerləşər? 6 dəfə yerləşər. 6 dəfə 8 48 eləyər. 20-nin içində 8 2 dəfə yerləşər. 16 eləyər. Orada da qalır 4. 4-ün içində də 0,5 dəfə yerləşər. 62,5%. F variantına baxaq. 24 metr 20 metrin neçə faizidir? Birinci ədədi P faiz götürürük, ikinci ədədi 100% götürürük. 20 metr 100%dir, ikinci ədəd 100% götürülür. Birinci ədəd isə P faiz götürülür. Çünki onun faizini tapmaq bizə maraqlıdır. Nisbətlərini quraq. 20-nin 24-ə nisbəti bərabərdir 100-ün də P-yə nisbəti. İndi uşaqlar 20 ilə 24 hər ikisi 4-ə ixtisar gedir. 4-ə bölsəm burada 5 qalacaq. 24-ü 4-ə bölsəm burada 6 qalacaq. İndi çarpaz vuraq. 5 vuraq P bərabərdir 6 vuraq 100. 5 vuraq P bərabərdir 600. 600-ü də 5-ə bölüb P-ni tapa bilərik. 120%. Dördüncü çalışmada bütün variantlarını sizlər üçün tam ətraflı izah etdim. İndi uşaqlar davam edək, görək digər səhifələrdə nə var. 60-cı səhifədə olan bütün çalışmaları izah etdik uşaqlar. Növbəti səhifələrimizdə də bu dərsə aid çalışmalar var, amma videonun müddəti həddən artıq uzanmasın deyə mən videomu burada dayandıracağım. Növbəti video dərsimdə isə sizlərə 61-62-ci səhifədə olan çalışmaların izahını çəkib izah edəcəm uşaqlar. Bizləri izləməyə davam edin. Kanalıma abunə olun ki, yeniliklərdən də xəbəriniz olsun. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti video dərslərimizdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar.